dünyanın ən aktual problemlərindən biri insulin dirənci və D vitamini defisitidir. İnsulin dirənci olan xəstələrin simptomları nədən ibarətdir? Yemək saatları keçkəndə əldə əsmə, artıq çəki, çəkinin qarın bölgəsində yığılması, axşam saatlarına doğru şirniyyata meyilli, pəhri saxlamağa nisbətən çəki verməyimizdə yaranan çətinliklər. Bu simptomlarla xəstələr insulin dirənci diaqnozu ilə endokrinoloqa müraciət olunmalı, xəstəliyin səbəbi araşdırılmalı və ona uyğun olaraq müalicə verilməlidir. Və ən əsas problemlərimizdən biri də D vitamini, dünyanın əziyyət çəkdiyi D vitamini problemidir. Yəni D vitamini defisitində daha çox xəstələrdə nə kimi şikayətlər yaranır? Ayaqlarda ağrılar olur, ayaqlarda kramp kimi tutmalar, gecələr boyunarxası tərləmələri, sümük ağrıları, yorğunluq, halsızlıq, depressiyaya meyilli. Bunlar da D vitamini şikayətləridir. D vitamini əksikliyindən qaynaqlanır. Və belə şikayətlərlə xəstələr endokrinoloqa müraciət edir. Biz qan təhlillərinə baxırıq, xəstədə yetməməzlik aşkar olunur və ona uyğun olaraq da müalicə təyin olunur.